İsteroid psixotipi kimdir? Belə adam zəif və dəyişkən sinir sisteminə malik, yaxşı təqdimatçıdır. O diqqət mərkəzində olanda özünü rahat hiss edir. Əsas odur ki, başqalarından seçilsin. Daima ətrafdaşların diqqətini çəkməyə çalışır. Şantaj tipli intihara və yalan danışmağa meyillidir. Ən çox parlaq, rəngli geyimlər geyinir və dəbə üstünlük verir. Həqiqəti tərif etmək onun üçün çox asandır. Məsələn, xanım isteroid deyir: "Mənim ərim xəsis deyil ki, sadəcə qənaətçildir." Yaxud "Mən tənbəl deyiləm ki, sadəcə müdürümüz çox tələbkardır." Bir sözlə, isteroid bütün pozitivləri öz adına, negativləri isə başqalarının adına yazır. Tez-tez mən deyir və az hallarda peşmançılıq hissi keçirir. Onu tərifləməklə idarə etmək çox asandır. Məlumatları çox olsa da dərin deyil, çətinə düşəndə söhbəti dəyişir, yaxud oradan uzaqlaşır. Hörmətli izləyici, bu tip sizə hansı tanışınızı xatırlatdı?